Salam əziz 5-cilər. Artıq sizlə 14-cü mövzudayıq. Biz bu mövzuda tariximizdə qadınlardan danışacağıq. Ümid eləyirəm ki, dərsi sona qədər izləyəcəksiniz. Çünki dərsin hər bir mərhələsində sizə xüsusi məlumatlar ötürürəm. Eyni zamanda onu da diqqətinizə çatdırım ki, artıq ikinci KSG-ni YouTube-a yerləşdirmişəm. Oradan baxıb biliyinizi daha da möhkəmləndirə bilərsiniz. Keçək mövzunun izahına. Həmişə olduğu kimi. Dərsin sonunda siz hansı təlim nəticələrinə nail olmalısınız? Qabaqcadan bilək. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirməlisiniz. Məsələn, Çaldıran döyüşü 1514-cü ildə baş verib. Hal-hazırda isə 21-ci əsrdir. Yəni o hadisədə neçə əsr keçir? Bunu bilməlisiniz. Eyni zamanda Azərbaycan tarixində mühüm rol oynamış qadın şəxsiyyətləri müəyyənləşdirməlisiniz. Dərsdə demək olar ki, beynəmləsi üsulundan istifadə olunacaq, amma müəllimlərə tövsiyəm odur ki, karvan üsulundan da istifadə etsinlər. Hansı ki, onu indi dərsdə izah eləyəcəm. Bu iki abidə haqqında fikirlərinizi eşitmək istəyərdim. Çox təəssüf ki, eşidə bilmirəm. Amma rəylərdə hamınız bir qadın haqqında yazsaz, tarixi baxımdan onu qiymətləndirsəz çox sevinərəm. Hər iki abidə qadının şərəfinə ucaldılıb. Birinci şəkildə gördüyünüz abidə Naxçıvanda Möminə Xatun türbəsidir. İkinci isə Hindistanda Tac Mahaldır. Hər iki abidəni hökmdarlar öz həyat yoldaşlarına həsr ediblər. Hər iki abidədə İslam memarlığına xas xüsusiyyətlər var. Biz fəxr etməliyik ki, dünyada qadının şərəfinə ucaldılan belə tək-tük abidələr var və onlardan biri də Azərbaycanda yerləşir, Möminə Xatun türbəsi. Demək, Azərbaycan xalqı həmişə qadına yüksək önəm vermişdi. Bəs siz bir abidə tiksəydiniz, hansı qadına həsr edərdiniz? Hal-hazırda da bizim qadınlarımız tarix yazmağa davam eləyir. İkinci Qarabağ müharibəsində şəhid olmuş Arestə Baxışova, yeganə qadın şəhid. Eyni zamanda təyyarə qəzasında cəsarəti ilə insanları heyrətləndirən Hökümə Əliyeva haqqında məlumatınız yəqin ki var. Eyni zamanda biz həm də tarixin səssiz qadın qəhrəmanlarından danışacağıq. Tarixdə qadınlar bəzən döyüş meydanında, bəzən sarayda, bəzən isə sadəcə ailəsində etdikləri ilə dünyanı dəyişiblər. Onlar bəzən hətta cəmiyyətin düşüncəsini də dəyişiblər. Qadınlar sübut etdi ki, yalnız kişilər hökmdar olmuş. Tomris buna sübutdur. Onlar sübut etdilər ki, sülhü sözlə qorumaq mümkündür. Sara xatun buna sübutdur. Və adı tarixə düşməyən qadınlar da ailə, nəsil və millətin formalaşmasında əsas rol oynayıblar. Bu qadınlar sadəcə həyat yoldaşı və ana deyildilər. Onlar həm də tarixin səssiz qəhrəmanları idilər. Və bəzən səssiz dəyişikliklər ən dərin dəyişikliklər olur. Bu mövzuda tariximizin inkişafında qadınların rolu nə olmuşdur? Sualına cavab axtaracağıq. Gəlin mövzunu sizə izah edeyim. Türk cəmiyyətində qadınların rolu həmişə yüksək olmuşdur. Siz yəqin ki, Tomris haqqında eşitməmiş olmarsınız. Tomris sözü türkcə dəmir sözündəndir. Bu qəhrəman qadın həmən dövrün qüdrətli Əhəməni ordusunu məğlub etmişdi və onun hökmdarı 2. Girdən həm ərinin, həm oğlunun intiqamını almışdı. İkinci məlumat. Atropat. Atropat Makedoniyalı İskəndərə 100 Amazonka döyüşkən qadın hədiyyə etmişdi. Qədim Yunan əfsanələrinə görə Amazonkalar Qafqaz dağlarında yaşayan döyüşçü qadınlar idi. Üçüncü məlumat. Qədim Romalılar Albaniyaya hücum edərkən Alban qadınlarının qəhrəmanlığından heyrətə gəlmişdilər. Alban qadınlar kişilərlə bərabər Romalılara qarşı cəsarətlə döyüşmüşdülər. Biz buradan nə öyrəndik? Tomris sözünün mənası dəmir deməkdir.
Tomris Əhəməni hökmdarı 2-ci Kiri məğlub etmişdi. Məhz Roma mənbələrində Alban qadınlarının cəsarətindən söhbət gedirdi. Möminə xatun haqqında danışaq. Bu xanım Atabəy Şəmsəddin Eldənizin siyasi yüksəlişində mühüm rol oynamışdı. Artıq Atabəy Şəmsəddin Eldəniz haqqında məlumatımız var. Hətta onun Arana hakim təyin olunması Möminə xatun ilə evlənəndən sonra baş tutmuşdu. Ağlı, təmkinli, sədaqəti ilə Şəmsəddin Eldənizin yaxın məsləhətçisi olan Möminə xatun dövlət işlərində də mühüm rol oynamışdı. O Şəmsəddin Eldənizin səfərlərində iştirak etmiş, xalqın vəziyyəti ilə maraqlanmışdı. Möminə xatunun sayəsində dövlətdə daxili çəkişmələrin qarşısı alınmışdı. O, elm və mədəniyyətin inkişafının qayğısına qalmış, bu sahənin adamlarını himayə etmişdi. Amma Möminə xatun öləndən sonra Şəmsəddin Eldəniz bundan barışa bilmirdi. Möminə xatunun qəbri üstündə məqbərə tikilməsinə göstəriş verdi. Çox təəssüf ki, bir ay sonra o da vəfat etdi. Məqbərənin tikintisi isə onların oğlanlarının dövründə tamamlanmışdı. Sədaqət rəmzi hesab edilən bu məqbərə Naxçıvan şəhərindədir. Abidə Möminə xatun türbəsi adı ilə məşhurdur. İndi isə Canbəyim xatun haqqında danışaq. Görək o kimdir? Bu qadın Baharlı sülaləsindən olan Cahanşahın həyat yoldaşı olmuşdu. Baharlılar hansı dövlət yaratmışdı? Qaraqoyunlu. Baharlıları bu dövləti yaradan kim olmuşdu? Qara Yusif. Demək, Qara Yusifdən başqa həm də bu dövlətin Cahanşah adlı bir hökmdarı olmuşdu. Türk ənənəsinə görə hökmdarın xanımı Xatun adlanırdı. Cəsarətli, tədbirli və təmkinli qadın olan Canbəyim xatun dövlət işlərinə də ciddi təsir göstərə bilirdi. Dövrün mənbələri onu iki dünyanın xidmətçisi, ən böyüklərin şərəflisi adlandırırdı. O ağıllı tədbirləri ilə dövlətdə çəkişmələrin qarşısını alır, sabitlik yaradırdı. Qonşu dövlətlər və bəyliklərlə əlaqələrin qurulmasında Canbəyim xatunun mühüm rolu olmuşdu. Aha, burada yazaq. Baharlı dövlətinin, Baharlı sülaləsinin digər adı necə adlanırdı? Qaraqoyunlu. Bəs Bayandurlu? Bayandurlular yəqin ki düşündünüz. Dövlətin adı nə oldu? Ağqoyunlu. Baharlı hökmdarı Cahanşah Ağqoyunlu bəyliyi ilə münasibətlərin qaydaya salınmağını ona tapşırmışdı. Hətta dövlət fərmanlarında onun da möhürü var idi. Bu Canbəyim xatunun nüfuzundan xəbər verir. Canbəyim xatun Uzun Həsənin anası Saray xatunla da görüşmüş, iki qohum türk boyu arasında sülhə nail olmuşdu. Saray xatununun da diplomatik qadın kimi formalaşmasında onun da müəyyən təsiri var. Hətta Təbrizdə Göy Məscid adlanan məşhur tikiliyə, o tikintinin başa çatmasına Canbəyim xatun xüsusi nəzarət etmiş və işlərlə maraqlanmışdı. Məşhur Göy Məscid, Təbrizdə yerləşən məşhur Göy Məscidin hal-hazırki şəkillərinə internetdən baxa bilərsiniz. Saray xatun. Hələ Ağqoyunlu dövləti qurulmamışdan qabaq, Saray xatun oğlu Həsənin yardımçısı olmuşdu. O, Osmanlı Sultanı 2. Mehmedlə görüşmüş, onu sülhə razı sala bilmişdi. 2. Mehmed Saray xatuna xüsusi ehtiramla yanaşaraq ona ana deyə müraciət etmişdi. Sonraki dövrlərdə də bu ağıllı qadın dövlətin siyasi həyatında mühüm rol oynamışdı. Ancaq Saray xatun öləndən sonra iki dövlət arasında yenidən müharibə alovlanmışdı. Təsadüfi deyil ki, onu Ağqoyunlu dövlətinin qadın sultanı adlandırırdılar. Həsən Padşah Bayandur anasının məsləhətlərinə diqqətlə qulaq asırdı. Çünki bu ona həmişə uğur qazandırırdı. Həsən Avropa dövlətləri ilə diplomatik danışıqları da anasına həvalə etmişdi.
Xarici ölkə elçiləri əvvəlcə Saray Xatunla görüşür, onun razılığından sonra Həsən Padşahın qəbuluna düşə bilirdilər. Saray Xatun türk dilinin və ədəbiyyatının inkişafına da böyük təsir göstərmişdi. Hətta dövrünün şairləri və elm xadimlərini də himayə edirdi. Növbəti danışacağımız qadın isə Taclı Sultandır. Şah İsmayılın xanımı olan bu qadının əsl adı Şahbikə idi. Taclı Sultan ləqəbini ona şahın özü vermişdi. Dövrün mənbələrində isə Tacı bəyim adı ilə təqdim edilirdi. Taclı Sultan İsmayılın özü kimi cəsarətli və döyüşkən idi. O, tezliklə Səfəvi dövlətində mövcud olan Bacılar adlı təşkilatın liderinə çevrilmişdi. Bu təşkilatın üzvləri xanımlardan ibarət idi. Təşkilata döyüş ruhlu xanımlar seçilir və onlara at çapmaq, ox atmaq, qılınc oynatmaq öyrədilirdi. Döyüşlərdə iştirak etmək, əsir düşməmək, ölümdən qorxmamaq Bacılar təşkilatının əsas şərti idi. Təsadüfi deyil ki, Tacı bəyim Çaldıran savaşında iştirak etmiş, hətta nizə yarası almışdı. Baxaq, demək Tacı bəyim hökmdarı Şah İsmayılla çiyin-çiyinə vuruşmuşdu. O döyüşçü qadın idi. Cəsarəti və qəhrəmanlığı ilə böyük şöhrət qazanmışdı. Hətta Şah İsmayılın vəfatından sonra oğlu Təhmasibin adından bir müddət dövləti idarə edirdi. Ədalətli qərarları, qətiyyəti sayəsində Tacı bəyim dövlətin varlığını ustalıqla qoruya bilmişdi. Demək, bu əsasən müəllimlər üçündür. Kərvan üsulunun izahını təqdim edəcəm. Bu üsul zamanı şagirdlər 4 ayrı qrupa bölünür. 4 iş vərəqi olur və bu iş vərəqinin üstündə suallar olur. Qruplar suallara cavab verəndən sonra saat əqrəmi istiqamətində vərəqləri paylayıb digər qruplara ötürürlər. Həmin suallara növbə ilə digər qrupun uşaqları da cavab yazırlar. Amma uşaqlar fərqli markerlərdən istifadə etsələr daha yaxşı olar ki, sualların cavabı fərqlənmiş olar. Cavablar bitəndən sonra isə qiymətləndirmək üçün suallara qruplar, yəni belə deyək də, razıyam, razı deyiləm, başa düşmədim kimi işarələr qoya bilərlər. Məsələn, bu sualın cavabına mən razıyam, amma yox, bu səhvdir. Mən başqa bir cavab yazacağam. İş vərəqində qeyd edə bilər. Və qruplarda vəzifə bölgüsünün aparılması məqsədə müvafiqdir. Bir də bu üsulun ən mühüm cəhəti odur ki, bütün qrup üzvləri hamısı prosesə qoşulur. Məsələn, bu daha çox müəllimlər üçündür, uşaqlar. Suallar, nümunələr qoymuşam ki, müəllimlər kərvan üsulundan istifadə etsinlər. Siz də suallara baxa bilərsiniz. Bəlkə müəlliminiz elə sizə bu sualları verə bilər. Məsələn, dərslikdən istifadə edərək Saray Xatunun neçə yüz il əvvəl yaşadığını müəyyən edin. Əgər söhbət Baharlı, Bayandurlu dövlətindən gedirsə, əsasən 15-ci əsrdir. İndi buradan biz 21-ci əsrdən 15-ci əsrə çıxmalıyıq. Ya da digər variant. Məsələn, Tacı Sultanın fəaliyyətini təhlil etməlisiniz. Bu isə əsasən sizə aiddir. Ümumiləşdirmə və nəticə çıxardaq. Bunların hamısını dərsin içindən yığmışam bu sualları. Xatun, xanım, bəyim sözlərini fərqləndirin. Baxın, burada qeyd etmişəm sizə. Hökmdar qadınla xatun deyirdilər. Ümumiyyətlə, gündəlik və ümumi məişətdə hörmətli qadınlara xanım deyirdilər. Bəy nəslindən olan, zadəgan nəslindən olan qadınlara isə bəyim deyirdilər. Növbəti sual. Saray Xatunun elmə və mədəniyyətə xüsusi diqqət yetirməsinin səbəbi nə idi? Təbii ki, elm və mədəniyyətin inkişafı dövləti dirçəldər. Xüsusilə də elmin. Türk qadınlarının diplomat, döyüşçü kimi yetişməsində hansı amillər rol oynayır? Həmin dövrdə qadınlara verən önəm bunu sübut eləyir. Yəni,
Saray Xatun öz düşüncəsi, ağlı, iradəsi, dərrakəsi ilə insanların diqqətini çəkmiş və ona müəyyən vəzifələr verilmişdi. Möminə Xatunla Tac bəyimi müqayisə edin. Möminə Xatun hansı dövlətdə fəaliyyət göstərmişdi? Eldənizlərdə. Ya da Taclı Sultan Səfəvilər dövlətində. Taclı Sultan həm də döyüşçü idi. Çaldıran döyüşündə iştirak etmişdi. Amma Eldəniz sarayında daha çox elmin, mədəniyyətin inkişafına, hökmdarın qərarlarına təsir etmişdi Möminə Xatun. Amma hər ikisi dövrünün mühüm qadın şəxsiyyətlərindən idi. Ailəni kiçik dövlətə oxşatmaq olarmı? Təbii ki, olar. Burada da demək olar ki, büdcəni idarə edən, uşaqların qayğısına qalan, onların dərsləri ilə məşğul olan və gələcəyə gözəl övladlar bəxş edən kimlərdir? Qadınlar. Dövlətin idarə olunmasında hansı qadınları tanıyırsınız? İndinin özündə də deputatlarımız var, qadın, dövlət işlərində mühüm rol oynayan, məsələn, vitse-prezidentimiz Mehriban Əliyevanın adını çəkmək olar və s. Demək, paraqrafda hər hansı bir şəkli təsvir eləyə bilərik. Bunda yaradıcı tətbiq etmədə müəllimlər istifadə edə bilər. Bu da qiymətləndirmə meyarları. Əməkdaşlıq tutaq ki, qrup zamanı yaxşı idi. Başqalarına kömək edirdimmi? Başqalarına hörmət edirdimmi? Və s. Ev tapşırığı olaraq isə tarixdə iz qoymuş bir qadın haqqında təqdimat hazırlamağı sizə tapşırıram. Dərs uşaqlar biraz uzun olsa da çalışın ki, bu dərsi evdə televizorda izləyəsiniz. Onda sizə çox maraqlı olar. Və dərsləri mütləq buradan izləyin ki, məktəbdə dərs əsnasında da aktiv olub bütün suallara cavab verə biləsiniz. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Gələn dərslərdə görüşərik.